Hər kəsə salam. Yeni vlog çəkirəm və gedirəm Sabi ilə görüşməyə. Sabinin irəlidə toy olacaq və onun üçün gəlinlik seçməyə baxacağıq. Bugünü çalışacağım maksimum uzun vlog çəkim sizlər üçün, ətraflı olsun. Ümid edirəm maraqlı vlog olar. Sabi. Kapını geçelim. Bu elə belə padak, əli boş gəlmək üçün. Əşli padak qəsələ yolda. Çok qəşəngdir. Güllərim, çox sağ ol Sabi. Ben как раз vlog istəyirdim, yazmalı. Yaşam tecrübəsində, çox sağ ol. Bu nə qəşəng olubdu bura. Çiçəkli. Hədiyələrim. Qabağını çək. Çox qəşəngdir. Bunu çəkməkdən doymayacağım. Sabi çox qəşəngdir. Həqiqətən çox bəyəndim. Bunu işdə stolun qoyacağım. Gedirik Elsivakiyə, Sabişqayla. Gedirik indi Orxideya, 28-dəki Orxideya gəlinliklərə baxma Sabi üçün. Buralar biz oxuyanda dəyişsəydi də çox qəşəng olar. Biz birbirimizi günün altında gözləyirik burada. Hey Allah. İndiki tələbələrə vizyon. Ayzi kim danışanlar? Özü də ki, bir şey yaxşıdır ki, bu yol maşınla dolu deyil daha. Biz oxuyanda, dissertasiya üçün qaçanda da bitər olmuşduq. Yadıma gəlir o gündən. Hə, mənim də. So, gəldik Orxideyaya, indi gəlinliklərə baxacaq Sabişqa üçün. Orxideyada çəkməyə icazə vermədilər. Gəlirik İstanbul gəlinliyə. Nadiya ümid edirəm burada icazə verərlər. Burada ən azından çöldən sizlər üçün çəkim. Belədir gəlinliklər. Amma burada seçim daha qəşəngdir. Sabi. Bir daha xatırladım ki, rəfiqəmin adı Sabinadır, adaşımdır və toyuna gəlinlik paltarları seçirdik. Bura 28-də yerləşən İstanbul gəlinlikdir. Həqiqətən də hər zövqə oxşayan gəlinliklər var idi. Və məncə bu vlog çox maraqlı alınır. Həm gəlinlik seçimlərində rəfiqəmin yanındayım, həm xınası bu videoda olacaqdı, həm də ki, elə toyun özü. Burada çəkiliş eləmək olurdu və çox qəşəngdir. Belə bir zat. Oturmuşuq indi burada çay içəcəyik və gəlinliklərə baxacaq. İstanbul. Sabişqa ilə gəlinliklərə baxdıq, çıxdıq. Bəzilərini bəyənmişdi. Amma sonra fikri Sabinin dəyişdi. Birdən reski və tamamilə başqa gəlinlik istədi. Çox gözəl bir gəlinlik oldu. Toyu da çəkəcəm sizlər üçün. Bu indi gəlinlik seçimimizdir. İnşallah sən toy üçün gəlir. İnşallah Sabi. Subaylar üçün olsun bu arada. Amin. Gördüm. İndi hara gedək yemək yeyək? Ac oldu. İstəsəm ona da gedə bilərik. Bu günü gedənə qədər çəkəcəm. Bu vlogu toydan sonra paylaşarsınız. Toydan sonra saxlayım. Onda belə edə bilərəm. Elə bunu toyun əvvəli, sonra da sənə gəlirəm. Toy falan, hamısı bir yerdə. Xına da çəkərsən. Xınanı, hər şey. Və artıq keçid edirik 24 aprelə. Bəli, indi sizə çəkdiyim məqam 24 aprelə aiddir. Mən burada Sabinin xınası üçün hədiyyə almışdım və mütləq paket almalıydım və onu qəşəng bəzəməliydim. Xaladeniki açdım və bu mənzərəni gördüm. Ay, çox xoşbəxt oldum. İndi gedəcəm özümə bunları yeyəcəm və yeyəcəm biraz. Sabişqamın xınasına gedirəm. Hər kəsə salam. İndi hədiyyə hazırladım. Əslində Sabi dedi ki, heç bir şey gətirmə, özün gəl, bəsdir. Amma mən əli boş getmək istəmirəm. Belə paketlədim. Pəmbə rəngdə, evdə də lent var idi. Və ayrıca xınadır deyə düşündüm ki, klok qırmızı rəngdə olsun. Dünən bunları almışam və indi də bunu kloka qoyacağım. Gedəcəm xınaya, sizə ətraflı xınanı çəkəcəm və bazar günü də Sabinin toyudur. Toy da çəkəcəm inşallah. Hədiyyəni də upakovkaya qoydum. Bunu da götürəcəm, gedəcəm Sabişqanın xınasına. İndi tez bazar hazırlaşmalıyam. Bu arada fen qırılıbdı məndə. Ona görə gedəcəm salona, saçımı uklatqalatdıracağım. Uy. Və makyajımı evdə çəkəcəm, hazırlaşacağım, gedəcəm. Bəlkə də bu vloga aid deyil, amma dünən özümə iş üçün belə bir ruçka almışam. Qəşəngdir məncə, çox bəyəndim. Bu arada dırnaqlarım çox bəyəndim. Burada yenə də vtirkadır. Belə sadə bir şey istədim eləmək. Mən çox bəyəndim. Siz də rəylərdə bildirərsiniz necə olub.
Artıq hazırlaşmışdım və gedirdim xınaya. Burada sizlərə yolu da çəkirəm. Saat 1-ə kimi işdə oldum. Ondan sonra icazə aldım və xına saat 3-də başladı. Gəldim Sabişkan xınasına. Hanəli restoranda olacaq. Belə görsənir. Girişi tapa bilmirəm əslində hansı tərəfdədir. Axtaraq görək haradır. Sabişkan xınasına gedirəm. Özümə ayaqqabı da götürdüm. İndi krasovkada. Belə hicab geyindim. Giriş buraymış. Və bu da xına. Xına çox maraqlı keçdi. Düz Sabinin yanında oturdum. Yemək yedik. Sonra durduq, oynadıq. Şəkillər çəkdik. Sabinin xına paltarına çox bayıldım. Tikdirmişdi Sabi dərzidə. Çox bəyəndim. Həqiqətən möhtəşəm. Yavrum, çok qəşəng görsənsin Sabi. Sabinin xınası həm maraqlı, həm də sadə keçdi. Heç yorulmadıq. Sadəcə yedik, içdik, dedik, güldük. Siz də rəylərdə bildirin. Sizin də xınanız olubsa necə keçibdi? Maraqlı olacaq oxumaq. Sabişka burada oturacaq. Xına yaxtı zamanı gəldi. Burada isə sadəcə baş hərfini yazdırmaq istədi Sabi. Yəni elə olur ki, xınanı bütövlüklə əllərə yapışdırırlar, sonra deyəsən qəpik qoyurlar və bağlayırlar elə. Mən elə görmüşəm. Siz rəylərdə bildirərsiniz, səhv düşünürəmsə, səhv bilirəmsə. Əvvəllərdən toylara getməyi heç sevmirdim. Xına yaxtılarda iştirak eləməyi və s. Amma Sabinin xınası maraqlı keçdi, o sözsüz. Sonra bir ara nəsə oldu, dedim ki, xına yaxtı mənim çox xoşuma gəlir və s. Özümdə də inşallah nə vaxtsa evlənsəm xına yaxtı eləyəcəm. Amma indi düşünürəm ki, yox, mən sadə bir şey eləyəcəm. Yəni xına yaxtı falan bunları eləməyəcəm. Sadəcə subaylığa veda partisi kimi bir şeylər eləyərəm. Burada da siz mənim əlimin içinə yaxdığım xınanı görürsünüz. Baş hərfi falan yazmadım, sadəcə ürək çəkdim. Deməli, əvvəllər Rusiyada yaşayırdıq və çox qohumlarımız, hətta deyərdim sizə bir çox qohumlarımız Rusiyada idi. Uşaq vaxtı bilmirəm, mənim vloglarıma əvvəllərdən baxmısınızmı ya yox. Mən Rusiyada yaşadığımı qeyd eləmişdim və Rusiyada yaşayanda toylara getməyi sevirdim. Çünki orada əylənirdik həqiqətən də. Uşaq olduğumuz üçün siz məcbur deyildiniz durub yemək yeməyi, oynamağı, hal-hazırda da oynamaq dedim və görürsünüz ki, ayaq yalın oynayırlar. Belə qohumları çox sevirəm. Çünki ruslar demiş ad duşu iştirak eləyirlər. Harda qalmışdıq və uşaq vaxtı ən çox da toylarda iştirak etməyimin, sevməyimin səbəbi də o idi ki, gəlinin və bəyin başından çoxlu dollarlar, rubellər falan tökürdülər. Biz də təbii ki, bunu xalam qızları, xala oğulları və s. götürürdük və sonra da yığıb onları bankaya atırdıq. Mən ümumiyyətlə uşaq vaxtı pulları bankaya, yekə 3 litrova bankalara yığmağı çox sevirdim. Qəpikləri, dollarları, rubelləri falan harda görsəm tapsam və ya məktəb xərcliyindən olsa onları yığırdım və saxlayırdım özümə. Əvvəllər pul saxlama barəsində çox yaxşı idim, amma indi böyüdüm və bədxərc oldum. Bilmirəm, niyə sizdə də elədirsə, siz də rəylərdə bildirəsiniz. Bu arada gördüyünüz bu xonçaları Sabi öz əlinlə yığıbdı. Sabi deyəndə şok oldum. Həqiqətən çox gözəldir, səliqəlidir. Mən belə yığa bilməzdim, sözün açığı. Düzü toy hazırlıqlarında düşünürəm bəlkə də özümün başıma gəlməyib, bilmirəm. Məncə biraz yorucu proses olar, amma sevdiyin insanla evlənirsənsə, məncə bu proses insana çox xoş gəlir. Yəni xonçanı öz əlinlə yığmaq, mən bu prosesləri çox sevirəm. Ümumiyyətlə bloger olduğum üçün də gələcəkdə əgər toyum, xınam, nişan və s. bunlar olanda sizlər üçün ətraflı bir şəkildə çəkəcəm və göstərəcəm. Amma hal-hazırda rəfiqəmin xınasını, toyunu sizlər üçün çəkirəm. Bu Duz
fırlama adətidir. Bunu da sizlərə göstərmək istədim. İndi isə toya hazırlaşıram. Makyaj ləvazimatlarımı qoymuşam pəncərənin qarşısına. Özüm hazırlaşacağam, salona getmədim. İndi isə makyajımı tez bazar eləməliyəm, hazırlaşacağam. Sizə toy necə keçir falan onu da çəkməyə maraqlı kadrlar alındırmağa çalışacağım. Bu arada giyindiyim paltarı da sizə çəkib göstərəcəm toyda. Toya gəldik, çıxdıq. Sabinin toyuna yemək yedik, könüldür. İndi yeməklərimizi yedik, hələ Sabi gəlməyib. Oturmuşuq, nağıl var. Agah belə eləyir. Videoda mahnılar olduğu üçün mən sizlərə məcburən üstdən səs yazma edəcəm. Ümid edirəm sizlərə belə maraqlı olar. Toy da çox maraqlı keçdi, çox möhtəşəm idi. Mən biraz tez getmişdim toya, evdən tez çıxdım. Düşünürdüm ki, gecikmək istəmədim. Rəfiqə olaraq toyda mütləq tez iştirak eləməli idim. Sabinin bacısı, maması bizi çox yaxşı qarşıladılar. Ümumiyyətlə qoymadılar ki, biz orada ac qalaq, özümüzü yad hiss elə və s. Onsuz da yad hiss eləmirdik. Çünki orada Könül də var idi, Sabi də var idi və s. Və toy ekstra çox maraqlı keçdi. Sabin toyunda ən bəyəndiyim şey o oldu ki, diskotekaya gözləmədik. Biz toyun ortasında ucu əylənirdik. Çünki cavanlar idi, yığışmışdıq, hamımız oynayırdıq. Mən bu məqamı çox bəyəndim. Və təbii ki, Sabiyə çox xoşbəxtlik diləyirəm. Özünə də demişəm və videoda da deyirəm. Çox xoşbəxt olsunlar, yarayanlardan olsunlar, nənələrimiz dedikləri kimi. Toyun bu detalını çox bəyəndim. Uşaqlar özlərini o qədər gözəl apardılar ki, çiçəkləri belə atırdılar. O qədər mədəni görsənirdi ki və məncə çox da qəşəng kadrda alınırdı. Burada Medlinə oynama ərafəsi idi. Mən ən çox Sabini çəkirdim deyə vloqa tam da çəkmədim. Həm də ki, üzdən aşağı çəkirdim. Bilmirəm sizlərə belə maraqlı olacaqmı? Buradakı uşaq da oynayır, gülməyim tutdu vlog. Sizlərə üstdən səs yazaraq gülməyim tutdu birdən. Gəlin sizlərə toy xəyalımdan danışım. Mən həmişə istəmişəm ki, toyum may ərəfəsində keçsin, sadə dəniz kənarında olsun. Belə yəni mahnı olur, dırıdın, 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 dırıdın. O səs sədasında gedirsən beləcən düzünə dəniz kənarında və ən çox da cavanlar olur. Ondan sonra birdən babam siz çıxırsınız, oynayırsınız, əylənirsiniz və s. Xəyalımda hər zaman belə bir toy olub. Bilmirəm qismət olacaq ya yox, inşallah olar. Rəylərdə yaşımı çox soruşursunuz. Bəlkə də elə bu vlogdan sonra da sizə maraqlı olacaq ki, Sabi, bəs sənin yaşın neçədir, niyə evlənmirsən, istədiyin varmı və s. Çox da belə şəxsi suallara girişmək istəmirəm, amma onu deyə bilərəm ki, 28 yaşım var və hələ də evlənməyə heç hazır deyiləm. Bilmirəm nədən irəli gəlir bu, amma hardasısa saat deyəcəkdim. 25 yaşıma kimi evliliyə hazır idim, amma 25 yaşdan sonra artıq o xəyalım o qədər də belə güclü olmadı. Yəni ən çox da karyeramı özümə odaqladım ki, işləyim, biraz vəzifəm artsın, nə bilim və s. və elə də davam edir, hələ də istəmirəm. Ən böyük xəyallarımdan biri də səyahət eləməkdir, dünyaları gəzməkdir, dünya turuna getməkdir və s. Bilmirəm niyə bu vlogda bunu deyirəm, amma sadəcə bilmirəm nədən danışım. Vlog uzundur, mahnı olur deyə, buradan da vlog kəsilməsin deyə mütləq qaydada üstdən səs yazmalı idim. Ona görə burada isə Könüllə belə maraqlı kadrlar alındırmağa çalışırıq. Bilmirəm nə dərəcədə maraqlı olacaqdır. İrəlidə isə sizə geyindiyim paltarı göstərəcəm. Biraz kökəlmişəm, kilom artıbdı deyə o qədər də görüntümü bəyənmədim, amma məncə paltarım çox da qəşəng alındı. Burada isə sizə artıq göstərirəm. Kilomu sorursanız, kilom olubdu 59-60 kiloqram, 51 kilodan 60 kiloqrama qalxmışam və bu da məni çox üzür. Amma yenə də canım sağ olsun, insan kökələr də arıqlayar da. Burada isə Könüllə çoxlu şəkillər çəkdirdik və amma heç birini paylaşmadım, sözün düzü. Sabinin toyuna qız evi kimi pul yazıları. Neyse bir ürək sözlərimi yazım bura. Nə yazım? Adımı yazıram. Adımı yaz. Magistr qrupunun adını. Magistr. Best friend forever. Ürəklər. Bu vloqluq da bu qədər. Ümid edirəm ki, sizlərə maraqlı gəldi. Maraqlıdırsa mütləq rəy bildirərsiniz, abunə olarsınız, mənə dəstək olarsınız ki, mən də sizlərə çoxlu kontent yaradım. Hələlik.